Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. Biz indiyə qədər copy-paste vəhabilərdən olan, öz şeyxlərindən kopyalayıb insanlara çatdıran bir vəhabinin yalanlarından indiyə qədər yalanlarından, fırıldaqlarından danışmışıq. Və onun ses yazısı var YouTube kanalında. Səqələyn hədisi haqqında güya şərh verir və biz 5 hissədə indiyə qədər onun bu çıxışına cavab vermişik. Bu 6-cı hissədə istərdik ki, onun yalanlarına nəzər salaq. Görək ki, bu adam necə kəzzəb, çox yalan danışan bir adamdır. Yəni bu adam ümumiyyətlə həmin dərsdə sadaladığı şiə alimlərinin kitablarını heç açıb baxmayıb. Hansısa bir şeyxlər götürüblər, nəsə yazıblar, fırıldaq eləyiblər. Bu da götürüb həmin o şeyləri kopyalayıb və insanlara güya dərs keçir. Sən heç o kitabların üzünü açıb baxmısanmı? Niyə insanları axmaq yerinə qoyursan? Niyə cəmaatı aldadırsan? Niyə özünə kəzzəb ləqəbi götürürsən? Ya sən həmin kitabları ümumiyyətlə üzünü açıb baxmamısan, açıb baxsaydın, indi yalanları ki, ifşa edirik, onları açıq-aşkar görərdin. Ya da açıb baxmısan, sadəcə fırıldaqçısan və işin gücün fırıldaqdan başqa bir şey deyil. Xülasə, şiələrin göz bəbəyidir. Hətta ona Alləmə məclisi deyirlər. Alləmə. İndi gətirəcəyim misal birbaşa şiələrin öz kitablarındandır. Məsələn, Biharul Ənvar 35-ci cild 221-ci səhifə və 45-ci cild 198-ci səhifə. Həmçinin Tusinin Əl-Əməli kitabında səhifə 136-da Ümmü Sələmədən belə bir hədis nəql olur. Ümmü Sələmə soruşur ki, Ya Rasulallah, mən də sənin əhl-i beytindənəm. Ümmü Sələmə kimdir? Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi. Peyğəmbər sallallahu aleyhi və səlləm də cavabında deyir ki, bəli, sən mənim əhl-i beytimdənsən. Bu da onların öz kitablarından dəlil. Deməli, bu adam nə deyir? Deyir ki, şiələrin göz bəbəyi olan Əllamə məclisinin, baxın, Alləmə deməklə deyil, yalancılıq eləməyin, fırıldaq eləməyin, cəmaatı axmaq yerinə qoymayın. Deyir ki, güya şiələrin göz bəbəyi olan Əllamə məclisinin Biharul Ənvar kitabında, rahiməhullah, 35-ci cild səhifə 221-də və 45-ci cild səhifə 198-də və həmçində Tusinin Əl-Əməli kitabında 136-cı səhifədə Ümmü Sələmə Səlamullah əleyhə möminlərin anası Peyğəmbərin xanımı soruşur ki, Ya Rasulallah, mən də sənin əhli beytindənəm. Rasulullah da sallallahu aleyhi və səlləm güya buyurur ki, bəli, sən mənim əhli beytimdənsən. Bax, bu yalanı, bu fırıldağı niyə görə danışırsan? Qeyd etdiyi məsələ 1-ci Biharul Ənvarda 35-ci cild 221-ci səhifədir. Biharul Ənvar kitabı 35-ci cildə müraciət edirik. Təlif Əllamə Məclisi rahiməhullah Daru İhya-i Turasil Arabi tərəfindən çap olunan nüsxə. Səhifə 221-də 29 rəqəmli rivayətdir. Heç bu kitabın üzünü də açıb baxmayıb ki, orada Əllamə rahiməhullah buyurur ki, Min Musnəd Əhməd ibn Həmbəl. Əhməd ibn Həmbəlin musnədindən nəql edir bunu. Bi isnədihi ilə səhl. Səhlə olan isnadı ilə. Yəni, əslində Əllamə bunu Musnəd Əhməd ibn Həmbəlin musnəd kitabından, sünnilərin, məzhəb alimi, həmbəllərin imamı olan Əhməd ibn Həmbəlin kitabından nəql edir ki, o belə deyir. Qalət Ümmü Sələmə Zəvcətun Nəbi sallallahu aleyhi və səlləm. Ümmü Sələmə Peyğəmbərin xanımı buyurdu. Danışır, rivayəti gəlir, deyir ki, qultu, Ümmü Sələmə dedi, Ya Rasulallah, ələstu min əhlik, mən sən əhlindən deyiləm. Qalə bələ, dedi ki, bəli, əhlimdənsən. Bunu Əllamə Məclisi rahiməhullah qeyd eləyib, amma Əhməd ibn Həmbəlin musnədinə isnad edir. Deyir ki, o öz kitabında qeyd eləyib. Çünki bu barədə hədisləri nəql eləyir, nə qədər müxtəlif rivayətlər var. Deyir, Əhl-i Sünnədə bu cür nəql eləyib. Bu 35-ci cildin 221-ci səhifəsində idi. Həmçinin deyir 45-ci cild 198-ci səhifə. Həmin kitaba müraciət edirik. Biharul Ənvar 45-ci cild Daru İhya-i Turasil Arabi tərəfindən çap edilən nüsxə 45-ci cild səhifə 198. 198-in axırında, səhifənin axırında rivayət qeyd olunur. 199-da da rivayət davam edir. 198-də yenə buyurur ki, Min Musnədi Əhməd ibn Həmbəl bi isnədihi ilə səhl. Eyni rivayəti qeyd edir ki, Əhməd ibn Həmbəlin musnədindəndir bu.
Qalət Ummu Sələmə dedi Peyğəmbərin xanımı həmin sözü deyir. Qultu ya Rasulullah, ələstu min əhlik. Mən sənin əhlindən deyiləm. Qalə bələ dedi, bəli. Yəni sən bu kitabın üzünü açıb baxmısan ki, orada Əllamə kimdən nəql edir bunu? Daha sonra Tusi, Şeyx Tusini rahimehullah Əl-Əməl kitabına müraciət eləyir. Səhifə 136-da. Həmin kitabda da Şeyx Tusi rahimehullah 221 rəqəmli rivayətdədir bu. Deyir ki, və qalə Allahumma ileykə ənə və əhlu beyti. Peyğəmbər deyir ki, sallallahu aleyhi və aleyh, Allahım, sənədir, sənin üçündür mən və əhli beytim, lə ilənlər, cəhənnəmə deyil, cəhənnəm üçün deyil, od üçün deyil. Fəqultu, Ummu Sələmə deyir, ya Rasulallah, və ənə ma'akum, mən də sizinləyəm. Bax, sən fırıldaqçı, kəzzab, yalandan deyirsən ki, Ümmü Sələmə soruşur ki, ya Rasulallah, mən də sənin əhli beytindənəm. Elə olsaydı belə deyərdi, ya Rasulallah, və ənə min əhli beytikə, mən də sənin əhli beytindənəm. Amma elə demir, deyir, və ənə ma'akum, çünki Peyğəmbər əhli beyti ki çağırır, Fatimə, salamullah aleyha, İmam Həsən, İmam Hüseyin, İmam Ali aleyhimussalam, necə ki, əhli əba deyirlər ki, sağın altına, əbanın altına aldı, dedi, Allahım, bunlar mənim əhli beytimdir. Ummu Sələmə deyir, mən də sizinləyəm, ma'akum deyir, mən də sizinləyəm. Yəni, o da əhli beytdən olsaydı, elə ehtiyac olmazdı ki, deməyə, elə onu da var da əhli beytin içinə daxil edərdi. Deyir, mən də sizinləyəm, yəni mən də sizinlə cənnətdəyəm, bu mənanı da verə bilir. Demir ki, mən də sənin əhli beytindənəm. Hardan çıxartdın ki, Peyğəmbər deyir ki, sən mənim əhli beytimdənsən. Burada elə söz deyir ki, məsələn, bələ və ənti min əhli beyti. Elə demir, deyir, və ənti. Ondan sonra Bihar-ül Ənvarın 23-cü cildinin 115-ci səhifəsinə müraciət edir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən sizə Quran və əhl-i beyt qoyub gedirəm. Mən sizə Quran və əhl-i beyti qoyub gedirəm. Sahabələr soruşurlar, sənin əhl-i beytin kimlərdir? Peyğəmbər sallallahu aleyhi və buyurur ki, mənim əhl-i beytim Əlinin, Cəfərin, Əqilin, Abbasın ailələridir. Bu da onların öz kitablarından dəlil. Məsələn, yenə də Məclisinin Bihar-ül Ənvar kitabında 23-cü cild 115-ci səhifə Peyğəmbər sallallahu aleyhi və səlləmdən özləri belə bir hədis nəql edirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, mən sizə iki şeyi, Qur'anı və əhl-i beytimi qoyub gedirəm. Sahabələr soruşdular, ey Allahın Resulü, sənin əhl-i beytin kimlərdir? O, sallallahu aleyhi və səlləm cavabında deyir, mənim əhl-i beytim Əlinin, Cəfərin, Əqilin və Abbasın ailələrdir. Deməli, xülasə, əhl-i beyt məfhumu geniş bir məfhumdur. Bu, həmin kitaba müraciət edirik. Bu rivayətə görə Bihar-ül Ənvar 23-cü cild Dar-ı İhya-i Turath-ül Arabi tərəfindən çap edilən nüsxə səhifə 115-də. 25 rəqəmli rivayətdir. Deyir, əqulu deyirəm və ravabnul əsiri fi cəmi'ül usul nəqlən min sahihi muslimin hədisə Yezid ibn Hayyan. Deyir ki, rivayət nəql edir İbnül Əsir özünün Cami'ül Usul kitabında nəql edir min Sahih Muslim. Sahih Muslimdən nəql edir hədisə Yezid. Yezid ibn Hayyanın hədisi nəql edir. Ki, Peyğəmbər deyir ki, və lakin onun deyir ki, sahabə deyir ki, onun əhl-i beyti o kəslər ki, sədəqə olaraq haram edilib. Ondan sonra deyir, sonra bunu əlavə edib. Qalə və mənhum, kimdə olar? Qalə dedi, Əlu Əliyin və Əlu Əqilin və Əlu Cəfər və Əlu Abbas. Deyir ki, Əlinin ailəsidir, Əqilin ailəsidir, Cəfərin ailəsidir və Abbasın ailəsidir. Sən bu kitabın heç üzünü açıb baxmısanmı ki, burada Əllamə Məclisi rahimehullah bunu kimdən nəql eləyir? Əlləmə deməklə deyil. Aç kitabını bir oxu gör bunu kimdən nəql eləyib. Niyə saxtakarlıq eləyib, kəzzablıq eləyib insanları axmaq yerinə qoyursan? Ya da baxmısan, yenə də insanları axmaq yerinə qoyursan və yalandan bunu Əlləmənin rahimehullah sözü kimi cəmaata çatdırırsan. Güya bu şiə hədisi imiş. Və inşallah Teala bundan qabaqki 5 səsimiz də var Fisəbillah YouTube kanalında. Bu kanalda qoyulub baxa bilərsiniz ki, orada da göstərmişik, cavab vermişik və bu şəxs həmin videolarımıza cavab verməyib. Verməyə təbii ki, cavabı da yoxdur, çünki yalandan, saxtakarlıqdan başqa bir şey deyil. Və inşallah növbəti bəhslərdə də bu məsələni davam etdirəcəyik. Digər kitablar ki, hardakı digər şiə kitablarından danışır, onları da vaxt eləsəz gedib baxsanız özünüz, görərsiniz ki, ya orada Əhl-i Sünnədən nəql olunur,
ya ümumiyyətlə dəlaləti bunun dediyi kimi deyil, hədisin məzmunu, yalandan tərcümə edir, özünə sərf elədiyi kimi. Ona görə də hünər eləyib ərəbcə mətn oxumur. Cild, səhifə, mühəqqiq, çapxana kimdir, bunları qeyd eləmir. PDF-ni gətirib videoda düzəldəndə göstərmir. Heç göstərməsin. Ərəbcə mətn oxusun ki, insanlar rahatlıqla tapa bilərlər. Oxumur niyə? Ona görə ki, bilir ki, gedib tapacaqlar, şiələr göstərəcəklər ki, nə cür saxtakar bir insandır. Və bunun bu cür bəhsləri olanda harda qabağınıza çıxsa, ancaq tərcümə oxuyur və yaxud da müəyyən kontekstdən çıxardıb oxuyur. Bilin ki, 100%, yəni çünki bunları biz tapmışıq axı. Bu və bundan başqa məsələlər. Bilin ki, burada necə yalançılıq edib, kəzzablıq edirsə, digər məsələlərdə kəzzablıq edəcək. Bunun Şeyxülislam hesab etdiyi İbn Teymiyyənin biz 20-dən çox, 25-dən çox səhv etmirəmsə yalanını ifşa eləmişik. Yəni bu kimdir ki, balaca Vəhabidir. Velhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.